nəticəsində hiss orqanlarının çata bilməyəcəyi bilgiyə ağlın yetişməsidir. Ona görə də metafizik aləm haqqında olan nəzəriyyələrdə sırf əqli nəzəriyyələrdir. Yəni metafizik aləmi təcrübə etmək mümkün olmadığı üçün, mələkut dünyasını təcrübə etmək mümkün olmadığı üçün, Allahın varlığını təcrübi aləmdə isbat etmək mümkün olmadığı üçün sırf əqli dəlillər nəticəsində Allahın varlığı qənaətinə gəlirik, qiyamətin varlığı qənaətinə gəlirik, mələkuti dünyanın varlığı qənaətinə gəlirik, ruhun və ağlın, mücərrəd ağlın var olması qənaətinə biz sırf deməli əqli təhlillər nəticəsində gəlirik ki, bunun heç bir vəcihlə təcrübə ilə əlaqəsi yoxdur. Əslən təcrübi biliklərdən daha üstün biliklərdir bunlar. Çünki bu insana ilk verilmiş bilgilərdir. Hər bir insan öz ağlını normal işlədərsə, bu riyazi, məntiqi və fəlsəfi biliklərə gedib yetişə bilər. Ona görə də Allahu Teala Qur'an-ı Kərimdə bu məsələyə işarə edərək buyurur ki: "Qulun zuru maza fis samavati vel arz." Deyir, nəzər elə ki, samavat və yerdəki olan ayələr üzərində təfəkkür edin və bu təfəkkür nəticəsində Allaha gedib yetişə bilərsiniz. İnnə fi xəlqis samavati vel arz və ixtilafil leyli ven nahar la'ayatun liulul albab. Deyir ki, həqiqətən İnnə fi xəlqis samavati vel arz və ixtilafil leyli ven nahar, gecənin və gündüzün bir-birini əvəz etməsində, göylərin və yerin yaradılışında həqiqətən ağıl sahibləri üçün dəlil vardır. Yəni, sırf bunlar, bu dəlillər ağılın nəzəri bilikləridir ki, insanın sonunda deməli, ilk səbəbin varlığına aparır, götürür və bu ilk səbəbi də yaradıcı adlandırırıq və ilahiyyatda Allah üçün vəsf olunan sifətlərin, yəni əzəli və əbədi sifətlərin də həmin bu ilk səbəbə aid edirik və o zaman fəlsəfi olaraq Allahın varlığının ispat edilmiş oluruq ki, bunun dəlilləri çox geniş izah olunmuşdur fəlsəfi kitablarda. Sadəcə biz buna xülasə olaraq işarə edirik ki, bu bir bilgidir, amma bu bilgi sırf ağıldan doğan bilgi olduğu üçün, sırf əqli təhlillərin nəticəsində doğan bilgi olduğu üçün bunun heç bir deməli, təcrübə ilə təsdiqə yolu yoxdur və təcrübə ilə təsdiq olunan bilgi deyildir. Sırf ağılın özünün müşahidə etdiyi, şahid olduğu bir gerçəklikdir. Elmin ikinci növünü təcrübi elm biz adlandıra bilərik. Yəni hiss orqanları ilə və yaxud da ki, təcrübə ilə, yəni sabit olan bilgiyə təcrübə bilgilər deyilir. Təbiət elmləri buna misal ola bilər. Yəni biz fizika elmini, sonra kimya, biologiya və digər təbiət elmlərini bu təcrübə elmlərə aid edə bilərik və eyni zamanda yəni hiss orqanlarımızla gerçək aləmlə ki, rabitə qururuq və o hiss orqanlarımız nəticəsində əldə olunmuş məlumatlar ki, bizim zehnimizə təsəvvürə çevrilir, həmin təsəvvürlər bilgidir və buna təcrübə bilgi deyilir. Yəni biz günəşi müşahidə etdiyimiz zaman zehnimizdə onun haqqında bir təsəvvür meydana gəlir və bu təsəvvürü biz bilgi adlandırırıq. Yəni günəş haqqında əldə etdiyimiz bilgi və yaxud da ki, digər insanları görürük, heyvanat aləmini görürük, ətrafdakı ağacları və bitkiləri görürük və bu görmə nəticəsində bizim zehnimizə təsəvvür hasil olur və bu təsəvvürə bilgi deyirik və yaxud da ki, müəyyən səsləri eşidirik və səsləri duyuruq və müəyyən iyləri deməli qoxulayırıq və müəyyən qidaların dadını yoxlayırıq və o zaman həmin qidaların hansı qida olduğunu, hansı deməli məhsul olduğunu anlayırıq və iyləri qoxuladığımız zaman isə bu iyin hansı güldən olduğunu anlayırıq, səsləri eşitdiyimiz zaman bu səsin hansı canlının səsi olduğunu, təbiətin səsi olduğunu müəyyən edirik və bütün bunlar yəni hiss orqanları vasitəsilə, 5 hiss orqanı vasitəsilə hasil olur və bunlara biz təcrübi bilgi deyirik və hiss orqanları deməli elmin gətirdiyi təcrübi biliklər də hiss orqanlarının deməli vasitəsilə anlaşıldığı üçün ona da biz təcrübi bilgi deyirik. Məsələn, atomun quruluşunu biz təcrübədən keçirdiyimiz zaman öyrənirik və yaxud da ki, bir hüceyrənin quruluşunu biz mikroskopla böyütdüyümüz zaman öyrənirik və yaxud da ki, biz hər hansı bir qalaktikanın içində baş verən hadisələri biz böyük teleskoplarla öyrəndiyimiz zaman, bilgi əldə etdiyimiz zaman
təsdiq etmiş oluruq oradakı hadisələri və buna da biz təcrübi bilgi deyirik. Çünki bu da təbii ki, sonunda göz vasitəsilə əldə olunan bilgi olduğu üçün buna biz təcrübi bilgi deyirik. Bu, Qur'an-ı Kərim də bunu təsdiq edir, yəni bu bilgini. Allahu Teala huvellezî ceale lekumus-sem'a vel-ebsâre vel-af'ide qalilan ma teşkurun. Allah sizə göz, qulaq verdi. Çünki göz və qulaq nəticəsilə, digər hiss orqanları nəticəsində əldə olunan bilginin özü də əqlə təqdim olunur və ağıl bu bilgiləri müqayisə etdiyi zaman bir nəticəyə varır və bu nəticənin özü də insanın doğru yolu, gerçəkliyi dərk etməsində çox böyük rolu vardır. Ona görə də Quran hissi bilgilərin də önəmi haqqında danışır. Hiss orqanları nəticəsində əldə etdiyimiz bilgilər də təbii ki, gerçəkliyi əldə etmək üçün bir vasitədir. Yəni, hiss orqanları ilə əldə etdiyimiz bilgilər, bunlar özləri gerçəklik deyil, bəlkə gerçəkliyə gedən yoldur. Yəni, bəzi insanlar hiss orqanları ilə dərk etdiyi bilgilərin gerçəkliyin özü olduğunu təsəvvür edirlər, amma bu yanlışdır. Çünki gerçəkliyin nə olduğunu biz bilmirik, amma hiss orqanları vasitəsilə əldə etdiyimiz bilgilər bizə gerçəklikdən xəbər verir. Amma yenə də həmin bilginin ağıl vasitəsilə təhlil olunması lazımdır, güclənməsi lazımdır və təsdiq olunması lazımdır. Sonunda yenə də hiss orqanları vasitəsilə əldə olunan bilgilərin özü də əqli təhlillər nəticəsində gerçək olub olmadığın üzə çıxır. Ona görə də hiss orqanları bəzi deməli pozitivist mütəfəkkirlərin, empirist alimlərin dediyi kimi ki, onlar dedilər ki, bilgi yalnız hiss və təcrübə yolu ilə əldə olunan bilgidir. Onların fikirlərinin yanlışlığı ortaya çıxır ki, bilgi həqiqət, yəni hiss orqanları və təcrübə ilə əldə olunan bilgi deyil. Bəlkə hiss və təcrübə orqanları ilə əldə olunmuş bilgi həqiqətdən bizə xəbər verir. Həqiqət haqqında bir məlumatdır. Həqiqətin, gerçəkliyin özünün insan zehnində əks olunması deyildir. Ona görə də bu bilgilərin də sonunda nəzəri olaraq təhlil olunmasına ehtiyacı var. Deməli, təcrübi elmlərdən doğan bilginin fəlsəfi deməli, təhlillərlə yenidən dəqiqləşdirilməsi lazımdır. Sonunda hökmü ağıl verir, hansı bilginin gerçək, hansı bilginin qeyri-gerçək olduğunu biz ağılla təsdiq etmiş oluruq. Və bu ikinci bilgidir, amma bilginin üçüncü bir növü vardır. Bu fəqət yəni bu bilgini yalnız vəhiy məktəbi bizə bəyan etməkdədir və eyni zamanda irfan məktəbində biz bu bilginin haqqında öyrənirik. Yəni, bu bilgi sırf qəlbə aid olan bilgidir. Yəni, sırf qəlbin paçlanması və təmizlənməsinə aid olan bilgidir və bu qəlbin təmizlənməsi və paçlanması nəticəsində insana yenidən bir bilginin əta olunmasıdır. Allah tərəfindən bir bilginin verilməsidir ki, buna rəhmani bilgi deyilir və yaxud da ki, elm-i lədunni də biz buna deyə bilərik. Təbii ki, bunun aşağı mərhələsi irfani bilgidir, yuxarı həddi isə rəhmani bilgidir və bu rəhmani bilgi təbii ki, peyğəmbərlərə əta olunur və peyğəmbərlərdə olan bilgi, yəni vəhyani bilgi həqiqətdə üçüncü bilgi növüdür. Nə əqli, nə də hissi deməli bilgi deyildir. Sırf peyğəmbərimizin qəlbinə, peyğəmbərlərin qəlbinə ata olunmuş bilgidir ki, onun aşağı mərhələsini ariflər və övliyalar yaşayırlar. Arif və övliya öz qəlbini paçlamaqla, təmizləməklə elə bilgilərə gedib yetişir ki, o bilgilərə, yəni fəlsəfi yolla və yaxud da ki, hiss və təcrübə yolla gedib yetişmək mümkün deyildir. Ona görə də həqiqi bilgiyə, yəni huzuri bilgiyə sırf irfani yolla gedib yetişmək mümkündür ki, huzuru bilgi artıq təsəvvür deyildir, artıq yəni əşyanın zehində surətlənməsindən doğan bilgi deyildir. Bilginin gerçəkliyin özü ilə bilavasitə rabitə, qəlbi yolla insanın rabitə qurmasıdır. Və buna işarə olaraq biz Qur'an-ı Kərimdən bir ayəni deyə bilərik ki, Həzrəti Musa ilə Xızır arasında olan deməli söhbətə biz baxdığımız zaman orada Xızır Allahdan bir bilgi ilə bilgiləndirildiyi qələmə verilir. Yəni əgər həmin şəxs Xızırdırsa, deməli o Allahdan bir bilgi ilə bilgilənir və bu bilgi ilə
əşyanın batinindən xəbər verir, hadisələrin batinindən xəbər verir və elə hadisələri yorumlayır ki, təbii ki, onu zahiri bilgi ilə o cür yorumlamaq mümkün deyildir. Mütləqdir ki, bu qeyb aləmi ilə qurulan rabitə nəticəsində əldə olunan bilgidir. Ona görə Hz. Musa öz köməkçisi ilə, yəni Məcmə'l Bəhreyinə gəldiyi zaman, o iki dənizin qovuşduğu yerə gəldiyi zaman Allah Quran-ı Kərimdə buyurur ki: "Fəvəcədə abdən min ibadina ataynahu rahmeten min indina və allamnahu min ladunna ilma." Onlar deyir bizim bir bəndəmizlə qarşılaşdılar. Bizim bəndələrimizdən bir bəndə ilə, seçdiyimiz, elm verdiyimiz bir bəndə ilə qarşılaşdılar və ona biz rəhmət əta etmişdik və allamnahu min ladunna ilma. Ona biz öz yanımızdan elm vermişdik. Deməli, Allah tərəfindən verilən bilgi sırf qəlbə verilən bilgidir, sırf təqvadan doğan bilgidir, sırf irfani məqamların əldə olunmasından doğan bilgidir ki, bunun ən birinci bariz nümunəsini biz Peyğəmbərlərdə, Əhl-i Beyt imamlarında görürük, sonraki mərhələsini isə övliyalarda və Allahın seçdiyi arif, mürşid olan şəxsiyyətlərin vücudunda biz görürük ki, təbii ki, o bilgi yəni zahiri şərtlərlə və səbəblərlə izah oluna bilməz. Sırf qeyb aləmi ilə rabitəsi olduğu üçün gələcək bəslərimizdə inşallah onun daha geniş izahını verəcəyik. Hörmətli tamaşaçılar, vaxtımız tamam oldu. Sağ olun, salamat qalın.